Hindistanda milyonlarla müsəlman var, bunu bilirik. Müəyyən qədər də xristianlıq da yayılıb. Xüsusilə də cənub tərəfindən Portuqallılar, fransızlar və müəyyən qədər ingilislər tərəfindən. Siz də cənubdasınız, Tamil xalqısınız, Hindistan cənubundasınız. Sizin din inancınız nədir? Xristian. Portuqallıların gətirdiyi xristianlıq, yəni katoliksən də? Yox, Protestant. Protestantsan. Necə oldu yəni? Pravoslav kimidir? Protestant, Pravoslav, Pravoslav. Ortodoks. Ortodoks pravoslav şeydir, Slavyanlara məxsusdur, çox böyük ölçüdə. Pravoslav da. Pravoslav. Ruslarda var. Bəli, bəli, Ruslardadır. Bir də ki, Roma imperiyasından təsiri ilə onlar olub. Ora heç başqa məsələdir. Sizdə protestantdır. Protestant. Yəni katolik deyil də. Amma maraqlısı budur ki, Portuqallar katolikdir. Ora katolizm yaymışlar. Sizə hansı missionerlərin təsiri olub? Yəni bu Adları bilmirəm. Amma Açıq desəm. neçə generasiya öncə olmusunuz? 4 nəsil öncə xristian olduq. Ondan əvvəl Hindus idik. Hinduydunuz. Sonra xristian. xristianlığa qəbul elədiniz. Bəli. İndi nəsil ailə xristian ailəsidir. Bəs sən hələ də inancsızsan, möhkəm bağlısan, inancı yoxsa modern gənclər kimi olsa da, olmasa da. Yox, inanmaq çox önəmli şeydir. Həm də bizə çox necə deyim, daxili Rahatlıq verir. Rahatlıq verir. Yox, hər insanların daxildə var da artıq inanmaq üçün. Belə müqəddəs bir şey baxmaq üçün, hörmət vermək üçün elə. Mən də elə hiss eləyirəm və inanıram. Ümumiyyətlə Tanrı inanıram. Deist kimi. Amma deist kimi. Amma din çox fərqləri göstərir. Ona görə mən istəmirəm əslində ona qatılmaq üçün, like to be involved in religion. Heç nə başa düşmədim deyə imana gəldim. Anladım mən. Hələ fikirlərim bir yolda deyildilər. Məncə bu yaşında hər şey çox dəyişir, like fikirlərin. Düzdür. Hər çox fərqli istiqamətlərinə gedir hazırda. Quşet danışır ya, ləzzət elədi.